İllər boyu Azərbaycan xalqı istər 20 yanvar şəhidləri olsun, istər aprel şəhidləri olsun, hər zaman şəhidləri yad etdikdə İmam Hüseyn əleyhissalamı, Əhlibeyt əleyhissalamı zikr ediblər. İldə hansısa ifadəmə görə üzr istəyirəm, dümsüklər çıxıb deyir ki, İslamda əzadarlıq yoxdur, İslamda matəm saxlamaq yoxdur, Peyğəmbər öz vaxtında heç kəs əzadarlıq saxlamayıb. Bu illər boyunca hər bir ölkənin adət-ənənəsi olduğu kimi bizim də milli matəmimiz, əzadarlığımız bir adət-ənənədir ki, hər il Məhərrəmlikdə, əyyamlarda biz İmam Hüseynə sinə vırırıq, Əhlibeyt əleyhissalamı əzadarlıq saxlayırıq. Bu nəyi pisdir ki? Yəni bəzi insanlar durub boş-boşuna danışır ki, İslamda belə şeylər yox. Sizin İslamda nə anlayışınız var? Nə bilirsiniz siz İslamdan? Nə başınız çıxır sizin İslamdan durub İslam adından danışırsınız? Ümumiyyətlə hər yerinə duran niyə İslam dini haqqında danışmalıdır? Niyə hər yerinə duran başın bu mövzulara qatmalıdır? Sən ən azından deyirəm ki, İslam dininə danışmaq üçün ən azından biliyin olmalıdır. Ən azından tələbə olmalısan, ya ruhani olmalısan, ya elm əhli olmalısan, ya nə bilim biraz elmin olmalıdır, biraz düşüncən olmalıdır, təfəkkürün olmalıdır. Sənin bunun yoxdur. Hə, İslamda əzadarlıq yoxdur. Belə də rahat deyirlər ki, hələ bir ki, İslam üzr istəyirəm, şərtlərin qanun qaydalar bunlar qoyublar. Adama ləzzət eləmir də. Durursan İslam dini haqqında danışırsan. Sən kimsən? Sənin nə ixtiyarın var? Qoy İslam dini ilə bilənlər, anlayışı olanlar ən azından zikr əhli olandan danışsın. Sənin İslam dininə anlayışı olmayan, sən necə İslam dininə danışa bilərsən? Mənim məsələm üçün qısaca olsa ən azından bir məlumatım var, ən azı kitablar oxumuşam və deyirəm ki, məsələn İslamda filandır, bəs məkandır. Mən durub İslamda bilmədiyim şeylər haqqında heç vaxt danışmıram. İslamda o yoxdur, İslamda bu yoxdur. Ayıbdır sizin üçün. Durub artıq əski nə danışırsınız siz orada? Bu sözü deyənlər rəylərdə görürsə gəl düzdür, İslamda belə şey yoxdur. Görün insan nə qədər bədbəxtdir, nə qədər gerizəkalıdır ki, insan bilmədən məsələni danışsın. Vallahi ayıbdır, yığışdırın belə şeyləri. Bizim özümüzə xas adət-ənənələrimiz var. Ən azı matəm mərasimlərimiz var. Belə şeylər eləmək olmaz. Ayıbdır, vallahi ayıbdır. Allah bu cür insanlara hidayət eləsin. Əgər hidayət eləmirsə, məhv nabud eləsin inşallah.